Bakının Suraxanlı rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə 2024-cü ilin sentyabrın 25-də baş verib. 1981-ci il təvəllüdlü Cəlil bircə yaşadıkları mənzildə həyat yoldaşı Səlimənin atası Xalidə olan 22 min manat borcunu qaytarmaması barədə bildirməsinə görə yaranmış şəxsi narazılıq zəminində aralarında baş vermiş mübahisə zamanı ona yumruqla vuraraq xəsarətlər yetirib. Faktla bağlı Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Səlimə ilə 2004-cü ildə ailə qurub və həmin nicahdan Zahid adlı bir oğlu var. Səlimə ilə münasibətlərimiz əvvəl normal olub. Aramızda münaqişə, düşmənçilik olmayıb. 2024-cü ilin yay ayında Səlimə mənə cavab qaytardı. Sən kimsən dedim. Bundan sonra təxminən həmin ilin iyun ayında əşyalarını, yəni şəxsi sənədlərimi götürərək birlikdə yaşadığımız evdən getdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, əvvəllər qaynatası Xırdalan şəhərində onlara ev verib, 2012-ci ildə onlar həmin evi satıblar. Əlavə olaraq mən də pul qoyaraq Yeni Günəşli qəsəbəsində yerləşən evi aldım. Odur ki, evdən çıxdıqdan sonra həmin ünvana bir daha qayıtmadım. Həmin ev qaynatam Xalidin adına olub, evi alanda pulun bir hissəsini özüm vermişəm, çox hissəsini Xalid verib. Ona görə də ev Xalidin adına olub deyə Cəlil ifadəsində göstərilib. Cəlilin ifadəsinə görə təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində Səlimə onun barəsində şikayət edib. Şikayətində göstərib ki, güya onu döymüşəm. Lakin keçmiş həyat yoldaşım Səlimənin dediyi vaxt, yəni 25 sentyabr 2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsində olmamışam. Keçmiş həyat yoldaşımı vurmamışam, döyməmişəm. Həmin vaxt ana və atamın evində olmuşam. Həmin tarixdə oğlum Cahidlə mobil telefonla danışmışam. Cahid sürücülük vəsiqəsi almaq üçün imtahan verməli idi. Ona bildirdim ki, gəlsin yanıma, buradan imtihana birlikdə gedək. Cahidlə telefonla danışanda o evdə olduğunu dedi. Özüm isə həmin vaxt Biləcəri qəsəbəsində anamgilin evində idim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü Suraxanı qəsəbəsi ərazisində olmayıb. İş günü idi. Mən də həmin gün Nizami rayonunda yerləşən iş yerimdə olmuşam. 2024-cü ilin iyun ayında Səlimə ilə danışmamışam. Sonuncunun yaşadığı evə də getməmişəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin oktyabrın 11-də oğlu Cahidlə Türkiyə Respublikasına getməli idi, lakin getmədən əvvəl ona axtarışda olduğunu deyiblər. Polis mənimlə əlaqə saxladıqda məlumatım oldu ki, Səlimə məni şikayət edib. Səlimənin atasına borcum yoxdur, lakin problem yaranmaması üçün Səliməyə 4000 manat verməyi təklif etdim. Bununla razılaşdım. Daha sonra Cahidlə Türkiyə Respublikasına getdim. Orada olan zaman Səlimə yenidən zəng edərək mənə qarşı böhtan atmağa başladı. Buna görə də aramızda olan razılaşma pozuldu və mən Türkiyədən qaydanda boşanma ilə bağlı məhkəməyə rəsmi müraciət etdim. Biz boşandıq. Yeni Günəşli qəsəbəsində yerləşən ev ilə bağlı heç bir tələbim olmayıb deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə məhkəmə tibbi ekspertizasının rəyi ilə tanış olub. Lakin Səliməyə heç bir xəsarət yetirməmişəm. Onun xəsarəti hansı şəraitdə alması barədə məlumatım da yoxdur. Səlimənin arasında ədabəti olan və ya mübahisəsi yarana biləcəyi başqa şəxsin olmasından məlumatım yoxdur. Oğlum Cahidlə münasibətlərimiz yaxşıdır. Cahid nə üçün əleyhimə ifadə verməsini öyrənmək üçün
onunla danışmışam. O bildirib ki, anası və babası ona təsir edib, ev və maşın alacaqlarını vəd ediblər. İş üzrə şahid əlini tanıyıram. O Zahidin dostudur. O Yeni Günəşli qəsəbəsində yaşamır, bizimlə qonşu da deyil, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekin vurub. İş üzrə zərər çəkmiş Təlimənin sözlərinə görə təxminən 18 il bundan əvvəl Cəlil ilə ailə qurub. Təxminən 25 sentyabr 2024-cü ilə qədər həyat yoldaşım Cəlil və oğlum Zahid ilə yaşamışıq. Əvvəllər Cəlil ilə münasibətlərimiz yaxşı olub. Lakin sonradan Cəlilin qohumları sözü ilə münasibətlərimiz pozuldu. Cəlilin atama təxminən 22 min manat borcu əmələ gəlib və həmin borcun qaytarmayıb. Atam əməliyyat olunmalı idi. Əməliyyata pul verilməsi üçün verdiyi pulu Zahiddən istədi. Lakin Cəlil pulu qaytarmadı. Mən özüm və oğlum bu barədə bir neçə dəfə Cəlilə dedi. Amma o pulu qaytarmadı deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, 2024-cü ilin sentyabrın 25-də axşam radələrində oğlu Zahidlə atası gildə olduqları zaman Cəlil ona zəng edib və ona yemək verməsi üçün evə çağırıb. Zahidlə yaşadığımız evə gəldik. Təxminən saat 23 radələri olardı. Zahid atasına dedi ki, babası Xalid əməliyyat olunmalıdır, pulunu versin. Bu zaman yataq otağında Cəlil Zahidi əli ilə bir neçə dəfə vurdu. Buna görərək Cəlilin qarşısına keçdim ki, oğlumu müdafiə edim. Cəlilə dedim ki, vurma, uşaqdır. Lakin Cəlil məni çarpayın üstünə itələyərək sifət nahiyəmə bir neçə dəfə yumruqla vurdu. Mən huşumu itirdim. Ayılanda gördüm ki, Cəlilin valideyni gələrək oğlanlarını aparmaq istəyirlər. Amma Cəlil artıq orada olmayıb. Valideynləri də getdi. Cəlil mənim həmin vaxtda evə qayıtmadı deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekin vurub. Suraxanı rayon məhkəməsinin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyib. Təqsirliliyi təsdiq edən kifayət qədər sübutlar olmayıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib, Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.